1968-ci il ABŞ Kaliforniya ştatı. Bir cütlük maşında qətlə yetirilir. Bu hadisədən sonra tarixə Zodiac qatili kimi düşəcək silsilə qətllərin başlanğıcı idi. 1968 və 69-cu illərdə San Fransisko və ətrafında ən azı 5 nəfər öldürülmüş, qatilin kim olduğu haqqında polisin heç bir xəbəri yox idi. Qatil sonradan qəzetlərə dairə içində xaç şəklində simvollardan ibarət məktublar göndərməyə başladı. İlk məktub 408 simvoldan, ikinci məktub isə 340 simvoldan ibarət idi. 340 simvoldan ibarət şifrəni yalnız 2020-ci ildə müstəqil tədqiqatçılar tərəfindən deşifrə edilə bildi. Polisin məlumatına görə 5 nəfər öldürülmüş, 2 nəfər isə yaralanmışdır. Lakin məktubunda bunlardan həzz aldığını bildirən qatil 30 nəfər öldürdüyünü yazır. 1969 və 74-cü illər arasında polisə və qəzetlərə təhdid məktubları göndərməyə davam edirdi. Son məktub 1974-cü ildə göndərildi və Zodiac birdən-birə yoxa çıxdı. Polisin şübhələndiyi 3 şəxs var idi. Arthur Leigh Allen və heç vaxt qatil olduğunu sübut etmədilər. 2007-ci ildə bu hadisələr haqqında detallı Zodiac filmi çəkildi. Bu cinayət işi ABŞ tarixində 58 ildir hələ də üstü açılmamış cinayət işi olaraq qalır.